Bismillahirrahmanirrahim. Mübarək Ramazan ayının mühüm əməllərindən biri də, dəyərli müsəlman bacı və qardaşlarım, ailədə münasibətləri daha da yaxşı etməkdən ibarətdir. Yəni, ailə daxilində və həmçinin eyni ilə o cümlədən ailə xaricindəki münasibətləri daha da mehriban, daha da səmimi etməkdir. Məsələn, hədislərdən birində vardır ki, bir kişi öz ailəsinin yanında əyləşərsə, onlara vaxt qazandırarsa, nə qədər müstəhəb qılınan, yəni qeyri-vacib namazdan gedir söhbət, müstəhəb qılınan namazların savabına bərabərdir. Odur ki, gəlin birgə bu Allah ayında xüsusilə küslüləri barışdıraq. Xüsusən o ailələrdə ki, küslülüklər var, onları aradan qaldıraq. Mehribançılıq yaradaq, səmimiyyət yaradaq. Belə olmuş olduğu halda mübarək Ramazan ayının xüsusi fəlsəfələrindən birini də tam dəqiq əməl etmiş və dərk etmiş olarıq.